uşaqlığımızın ən məşhur filmi olan Bir Qalanın Sirrinin pərdə arxasında yaşananlar sizi şoka sala bilər. Hazırsınızsa başlayaq. De görüm sen kimsen? Yaxşı, kim olduğumu deyərəm. Lakin and iç, söz ver ki, kim olduğumu biləndən sonra sirrimi açmayacaqsan. Həkimi və ustanı xilas etməyincə gecələr yatmayıb, gündüzlər dincəlməyəcəksən. Bir Qalanın Sirri, Azərbaycan kinosunun unudulmayan nağılı və pərdə arxası sirləri. Azərbaycan uşaq kinosunun ən sevilən və illər keçsə də öz sehrini itirməyən filmlərindən biri, şübhəsiz ki, Bir Qalanın Sirri filmidir. Nəsillərin yaddaşında iz qoyan bu ekran əsəri təkcə maraqlı süjeti ilə deyil, həm də çəkilişləri zamanı baş verən maraqlı hadisələrlə diqqət çəkir. Film 1959-cu ildə görkəmli rejissor Əli Səttar Atakişiyev tərəfindən yazıcı Məmməd Hüseyn Təhmasibin Çiçəkli Dağ piyesi əsasında ekranlaşdırılıb. Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində Bakı, Mingəçevir, İsmayıllı və Kəlbəcərdə aparılıb. Filmin bəzi səhnələri isə o dövrün məşhur kino mərkəzlərindən biri olan Leningraddakı pavilyonlarda lentə alınıb. Maraqlıdır ki, filmin ilk adı Qanlı Qala olub. Lakin Moskvanın kino rəhbərliyi uşaq filmi üçün qanlı sözünün uyğun olmadığını bildirərək bu ada icazə verməyib. Bundan sonra filmə daha yumşaq və sirli səslənən Bir Qalanın Sirri adı verilib. Filmdə dövrünün tanınmış aktyorları rol alıblar. Ekran əsərində Gündüz Abbasov, Tamara Kokova, Məmməd Riza Şeyxsamanov, Əli Qurbanov, Andrey Fayt, Ağadadaş Qurbanov, Məlik Dadaşov və Əli Zeynalov kimi sənətkarlar çəkiliblər. Ancaq tamaşaçıların ən çox sevdiyi obrazlar şübhəsiz ki, Hadı və Bidi olub. Bu obrazları Telman Əliyev və Fərhad İsmailov canlandırıblar. Maraqlısı budur ki, onlar yalnız filmdə deyil, real həyatda da uşaqlıq dostları olublar və eyni məhəllədə böyüyüblər. Mətanət bacı, mətanət bacı, mətanət bacı, mətanət bacı, mətanət... Yavrum, deyiyorum bu saat mətanət hardadır? Aha, bax, mətanət oradadır. Mətanət bacı, gizlənmə, o hər şeyi bilir, sənin yerini də bildi, gizlənmə. O hər şeyi bilir, sənin yerini də tapdı. Mətanət qızım, sənə şad bir xəbər gətirmişəm. Al bu mətanət gülünü ilə, o ürəyə qüvvət verir, al. Sən onun adını hardan bilirsən, Falçı baba? Bunu sənə həkim baba göndərib qızım. Bəs həkim baba özü hardadır? Səbr elə qızım, hamısını biləcəksən. İlə qızım, ilə ürəyinə qüvvət gəlsin. Biz həkimi xilas etməliyik. İlə qızım, ilə. Filmin Leningradda aparılan çəkilişləri zamanı maraqlı bir hadisə yaşanıb. Həmin pavilyonlarda eyni vaxtda məşhur İtlə gəzən qadın filmi də çəkilirdi. Filmin baş rolu ifaçılarından biri olan Sovet kinosunun ulduzu Aleksey Batalov, Mətanət bacı rolunun ifaçısı Tamara Kokovaya vurulmuşdu. Deyilənlərə görə o aktrisaya məktublar yazır və həmin məktubları çatdırmaq üçün Bıdı rolunun ifaçısı Fərhad İsmayılovdan istifadə edirdi. Çəkiliş meydançasında hər şey isə nağıl kimi keçmirdi. Bıdı rolunu oynayan Fərhad İsmayılov olduqca dəcəl və kaprizli uşaq kimi tanınırdı. Bir səhnənin çəkilişi zamanı rejissorun göstərişinə gec reaksiya verdiyi üçün Əli Səttar Atakişiyev ona sillə vurmuşdu. Bu hadisəni sonralar Hadı rolunun ifaçısı Telman Əliyev xatırlayaraq danışmışdı. Bıdı? Bu nedir? Ve burada daha ne vardı? Mən bilmirəm, hə? Bilmirsən, dəstaşa dönmək necə? İstəyirsən mi? Dayan, orada bir alma da vardı. Mən onu dişlədim, Mətanət bacı, sən ki yaxşı bilirsən danış da, yoxsa o məni daşa döndərmək istəyir, mən qorxuram. Hadi, burada daha ne vardı? Mən yatmışdım, heç nə görməmişəm. Telman Əliyevin başqa bir xatirəsi də maraqlıdır.
O deyirdi ki, Leningradda çəkilişlər zamanı kökəlməyə başladığını görən rejissor onun yeməyini azaltmağı tapşırmışdı. Aktyor sonralar gülərək xatırlayırdı ki, özünü acından öləcəkmiş kimi hiss edirdi. Həmin vaxt dostu Fərhad ona gizlicə kalbasa və çörək gətirərək kömək edirmiş. Filmdəki ev səhnələri Bakının Mərdəkan qəsəbəsində çəkilib. Tamaşaçıların yaxşı xatırladığı Hadı ilə Bıdının ayaqlarının yandığı səhnə isə yay görüntüsü yaratsa da, əslində oktyabr ayında lentə alınıb. Təəssüf ki, filmin bəzi aktyorları artıq həyatda yoxdur. Bıdı rolunun ifaçısı Fərhad İsmailov 2006-cı ildə vəfat edib. Hadı rolunu oynayan Telman Əliyev isə hazırda kino sahəsində fəaliyyət göstərmir. Yavrum, de görüm bu saat Həkim baba hardadır? Fu, fu, aha! Həkim baba! Ay yazık! Filmin ən yadda qalan qəhrəmanlarından biri də Mətanət bacıdır. Bu rolu canlandıran Tamara Kokova milliyyətcə Osetindir. O sonralar Azərbaycanda bir neçə filmdə də rol alıb. Aktrisa son dəfə 1972-ci ildə Bakıda olub. 1975-ci ildə keçirdiyi ağır avtomobil qəzasından sonra isə aktyorluq fəaliyyətini başa vurub. Hazırda 92 yaşında olan Tamara Kokova Rusiyada yaşayır. Elşan obrazını canlandıran Gündüz Abbasov da Azərbaycan kinosunun tanınmış simalarından biri olub. Tamaşaçılar onu xüsusilə sonralar çəkildiyi Yuxu filmindəki Hidayət dayı obrazı ilə xatırlayırlar. Görkəmli aktyor 1995-ci ildə vəfat edib. Aradan 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Bir qalanın sirri Azərbaycan kinosunun ən dəyərli uşaq filmlərindən biri olaraq qalır. Bu film təkcə maraqlı bir macəra deyil, həm də bir neçə nəslin uşaqlıq xatirələrində yaşayan əsl kino əfsanəsidir. Bugün də ekranlara gəldikdə həm uşaqlar, həm də böyüklər onu eyni maraqla izləyirlər. Çünki bəzi filmlər zaman keçsə də köhnəlmir. Əksinə daha da qiymətli olur. Seminar? Bəli, seminar. Qanlıdaş. Bu da qıfıl. Həkim demək istəyib ki, Seminar xan onu qanlı qalada zindana salıb. O ki qaldı usta, siz bilirsiniz ki, o Bozqaya kimi qorxulu bir yerə heç vaxt qolçaqsız, külüksüz getməzdi. Atı da, iti də burada qalıb. Yox, Mətanəti də, onu da zorla aparıblar. Düzdür.